Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yılmaz Azerbaycanımızı bütün növbətdə yaşayan qardaşlar salamlayıram. 24 oktyabr, Bərdə mal bazarı. Kardeşim orada bir inəyi var. Balası da dişidir ha. Neçənci qarındır bu heyvan? 4. Sütü nədir? 12 litre. 12 litr. Qiyməti nədir? 3200. 3200. Hara malıdır? Qatar malı. Qəhrəman tərsər. Salam olsun. Oyunumuzu gördüğünüz. Bugün videomuz kısa olacak. Pazarda hayvan yok. Allah hayırlı pazar versin. Kardeşim böyle bir ineği var. Dişi balası var. Neçə aylıqdır bunun balası? Yeniden hörünü alar. Alır 1 ay. 1 aydır. Sütü nədir? Baladan başka 7 litre. Baladan başka 7 litr. Haram malıdır. Buradan bütün ağdamdaki izləyicilərimizə salamlayıram. Qiyməti nədir qaqam? 2300 manat. Öz qapı malıdır olar. Allah xeyirli bazar versin. Kardeşim belə bir camışı var, düyədir. İnşallah kovacı var. Yere bakar. Cins maldır. İnsandan dönme. Güya mal kızıl üzüm. Hindistan'dan 27 başta kapta bile satıştı. 27. Ha, boğaz balalı. Boğaz bala. Bunun balası dişidir ha. Ha. Şimdi Neçə günlükdür bunun balası? balası 3 günde olur. 3 gün. Onda hələ bulamadı ha. Ha. Qiyməti nədir? Böyle 3 güne veririm. 3 milyon. Haram malıdır. Tertar da. Qəhrəman tərtər. Salam olsun. Çatmır, çatmır. Yere bak. Kişi satsın. Kim satsın? Bugün gördüğünüz kimi bazar çox zəifçilikdir inşallah. Bazarda da ki gözəl insanlar, gözəl qardaşlar. Bütün bazarın hər bir yeri dərmanlanır. Hər yeri maşınlar, dərmanlı sular maşınlar keçir. Çox güclü, Allah bazar gəlsin, canlı sağ eləsin. Çox güclü işlər aparırlar. Yəni gözəl işlər gedir. Bazara bir problemli mal girmir. Onun üçün də bazar inşallah yəqin ki güman edirəm ki işləyər inşallah. Bax belə bordağa gedən danalardır qəşəng. Sağlam, gözəl. Qaqa bunlar neçədir üst-üstə? Bunlar 15 lira. 1500'den. Alıcılıq nətərdir? Yaxşı olar inşallah. Hələ səhər-səhərdir. $1500. Deməli dəyərli izləyicilərimiz, yəni bunu yəqin ki bazarda olanlar da bilər. Bugün bazarda heyvan yox dərəcəsindədir. Düzdürmü? Yox dərəcəsində. Onun üçün də yəni nəyi var onu çəkib sizlər üçün yaxşı olar inşallah. Onu da verir. Babana var nə yox? Babırı den dara koy. Baba neçə iləndir heyvanların qiyməti? Bugün demək olar ki, yəni bax bu 2 dənə yerə çəkilir. Desetkalar boşdur demək olar ki. Baba neçə iləndir bunların qiyməti? Kısa videomuz olacak bu hafta. İndi bilmirəm. Neçə adam var? Ha, onlar konuşuyor.
13 yarımdan çok. Yani kısa videomuz olacak. Onun için de güzel insanlar. Yarın ki bazara bakırsınız, bazar zayıfçılıktır. İnşallah hayırlısı Allah'ım. Allah her birinizin ruzu bərəkətini bol eləsin. İlk növbədə canınızı sağ eləsin. Bugün elə bir 10 dəqiqəlik hardasa videomuz olacaq. Heç sağılan heyvan bir şey yox idi bazarda. Yox. Vermek istemiyorum. Geri zamlı için. Dedi kimse değil ki. Ey kardeş ben açık söhbət edirəm. Mən kimsə də Daga bazar olsun. Ne şeylendi bunlar? Bunlar 13 yarımda. 13 yarımda bir. 1350. 13 yarımda. Bazar çok zayıftır. Kapanladılar. Süremiz kestiler. Bana ne koyup ne bence. Bir böyle millet iyi ağacın neyle dolunacak? Ağacından durdular. Yaxşı olar inşallah. Her işte bir hayır var. Elbette bundan yapılıyor. Her işte bir hayır var kardeş. Hayırlısını da Allah onu eləsin. Allah hayırlı bazar versin. Bugünlük Bərdə bazarına mı qədər? Allah'a emanet olun. Salam değerli izleyiciler. Her birinizin her vaxtınız xeyir. Her birinizi hoş gördük. Bugün ayın 18'i oktyabr 2025'ci il. Deməli Ağdam rayonu Yüzbaşı kəndinə bax belə 80 baş heyvanımız gəldi. Gelifort Belqalov. Diri çəkiləri 150'dən 280 kiloya qədər. Hal-hazırda qiymətləri qardaş həm qapanla ala bilərsiniz. 10 manat 50 qəpik. Həm ayaqüstə. Burada heyvan var ki 1700'den başlayır düz yukarı qiymətlərə qədər. Yəni 2300, 2400 bax belə 2500 civarında. Qapanla da ala bilərsiniz. Bilirsiniz də aldığınız mal Gelifort Belqalov, Angus, Simental. Dünyada analog olmayan heyvanlardır bunlar. Hal-hazırda gözəl qardaşlar. 80 baş heyvandır. 050 571 71 57 ilə əlaqə saxlayın. Gəlin. Ürəyiniz istəyən heyvanlarınızı seçə bilərsiniz. Birini də ala bilərsiniz. 5'ini də ala bilərsiniz. Onun da ala bilərsiniz. Nesəsini ürəyiniz istəsə. Xırda çəkirlər də bu yüzden. Sabah yəqin ki canlılarımızı, videolarımızı görərsiniz. Buyurub baxa bilərsiniz. Hamısı saman yer. Hamısı sağlam. Bütün vaksinləri olunub kardeş. Heç bir problem, heç bir çətinlik yoxdur. Salam değerli izleyiciler. Her birinizin akşamınız xeyir. Her birinizi hoş gördük. Bugün ayın 10'u Avqust 2025-ci il. Bərdə rayonu Həsənqaya kəndində bax belə 33 baş, 32 baş düyələrimiz var. 6'sı balalı və qalanı da ağır boğaz. Hamısı birinci qarın düyələrdir. Südləri 15 litrdir qardaş, yemsiz. Hal-hazırda qiymətləri boğazlar 4000'dən deyilir, balalılar 4200'dən. Razılaşma yerləri var. Əlaqə nömrəsi 050 317 59 59. Alı Rıza qardaş, heyvanın sahibinin.
Hamısı da simentaldır. İndi o biri heyvanlarla, balaları da göstereceğim. Bax balasının. Budur erkek. 15 litre süt verir kardeş. Yalandan danışmayaq. Düzü nədir onu danışaq. Şimdi o birilerini de göstereceğiz. O bir balalarını da göstereceğiz. İkisi o yüzden balaları o yüzden de var. Bakın güzel kardeşler. Balalarını da göstereceğim. Bakın. Bakın. Hamısı birinci qarına düyələrdi. Bu da ikişləri ağızlarında. Bərdər oyunu Həsən Qaya kəndi 050 317 qardaş 59 alırsa qardaş. Hamısı da simentaldır. Şərtlə də mallarımız yəni sağlamlığına həkim gətirin, kim gətirsiniz gətirin. Yoxlatdırın aparın. Qiymətləri 4000'ə boğazlar deyilir, 4200'ə balalılar. Aşağı yukarısı olacak. Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Bugün ayın 18'i Avqust 2025-ci il. Bərdər rayonu Həsən Qaya kəndində bax belə 24 baş simental düyələrimiz var. Deməli hamısı ağır boğazlardır, gözəl qardaşlar. Südləri birinci qarına 15 litr. 2 dənəsi balalıdır. Balalıların qiyməti 4200, boğazlar 4000. Əlaqə nömrəsi 050 317 59 59. 24 baş heyvandır. Hamısı simentaldır, birinci qarın. Bax, yerinlərin açanları görürsünüz yəqin ki. Bax, yerinlərin açanlardır, ağır boğazlardır. Gəlin qardaş. Hansını rənginiz istəyir, seçin aparın. Dəyərli izləyicilər, hər birinizin sabahınız xeyir, hər birinizi xoş gördük. Bu günləri Bərdədə belə bir qazelimiz çıxıb satışa. Gözəl qardaşlar. Qoyun heyvanına da barter eləmək mümkündür. Beznömür motordur. Hal-hazırda qardaş bunu işlədə bilmir də, yəni heyvanla maşın qapıda yatır, gördüyünüz kimi. Akkumulyatoruna qədər bu günlərdə akkumulyatorunda yəni təzə qoyub. Yağın da dəyişib. Yəni hamısı öz qaydasında maşın içində çəkəcəm, sağ olun. Texniki baxışdan təzə keçib. Texniki baxışdan təzə keçib. Gözəl qardaşlar. Maşın belə bir gözəl maşındır. Təkərləri təzə. Təkərlər təzə 09 qardan nömrəsi ilə. İçi də bu qardaş. Bu 4 metrlikdir də həmi? 320. Ramasız alı Ramov sürünlüdür. 5 ton yükədə hazırdır. 5 ton yükələ hazırdır. Nəysə bir çatırzadı. Heç nəyi. Belə qardaş. Bu maşını
Qiyməti 10.000 manat. Real alıcıya. Real alıcıya qardaş. Zəng eləsin, əlaqə saxlayaq. Əlaqə nömrəni de. Yəni bax, çox səs gələcək. Ha. 77 077 720 720 12 yox 19 12 077 720 19 12 WhatsApp-ı var da o nömrənin. Yok. WhatsApp nömrə. Rusya mı burası? Qardaş, yığın danışın. Rusiya nömrəsidir WhatsApp-ı. Yığın danışın, nəsə bir əlavə sualınız olarsa, yəni təkərləri də ki təzə gördüyünüz kimi. Bunun motorxanasına necə baxa bilərik? Qəşəng yığılıb hamısı. Pasport öz adlarını alır, birinci əldir. Maşın gördüyünüz kimi. 10.000 manata təhlib olunur. Yığarsınız, orada nömrə var. Provekti nə qədərdir? Provekti işləmir. Təkərlər də ki, təzə. Gözəl. Əlaqə nömrəsi orada var, gözəl qardaşlar. 077 720 19 12. Xeyirli uğurlu olsun. Bir də ki, qardaş, yaxşı heyvan olarsa, var terimizdə var. Qoyunla yoxsa malla? Oyunla, iri mal. İri malla, qoyunla. Yəni bu qardaş onsuz da satacaq zaten. Xeyirli olsun.